nədir? Deyil. Bu atdır. Yox, dürüst fikirlər. Yaxın fikirləşsə atdır. Kərbəlayı, əgər siz bir də uşaqlara mane olsaz, mən xahiş edəcəm ki, çölə çıxasınız. Bu atın şəklidir. Xoron Bu atın şəklidir. bəs bu mənim nəyimdir? Bu mənim başımdır. Xoron Bu mənim başımdır. bu sənin başındır. Xoron Bu sənin başındır. bəs bu nədir? Bu sənin başındır. Ay, bunlar necə insanlardır? Gel biz de at almışıq. Allahu Ekber! Diqqətiniz məndə olsun. Bu atın nəyidir? Gel bu atın kulağı. Yox. Aa, dur gel atı getir. Üç tel desen atsa görmüyor. Dur gel atı getir. Üç tel alanın kulağına bassın hem de başına. Dur bakayım. Bala, sən hara gedirsən? Üç tel olan dedim atı getirir. Sən bilmirsən ki, dərs vaxtı tutanlar şkoldan getmək olmaz? Hadi bırak, salmanın boyuna baxın, nə var? Heç sıralar, git. Bala, sən hara gedirsən? Gel yaman atmışam. Ben gelin yemeğe Sən bilmirsən ki, dərs vaxtı tutanlar getmək olmaz? Siz gərək biləsiniz ki, müəllimlik necə müqəddəs və çətin bir peşədir. Biz seminariyada oxuyanda qubernator bizə qanaq vermişdi. O deyirdi ki, kəş mən də sizin keçən yolları keçə biləydim. Yəni, kənd müəllimi ola biləydim. Bəli, bəli, qubernator özü bizə həsəd aparırdı. O deyirdi, müəllimlik çox müqəddəs bir məqamdır. Məsələn, mən siz kəndlərdən soruşsam ki, fikir verir ki, necə elə bilməksiniz. Amma mənim kimi seminariyada oxusaydınız, siz bilərdiniz ki, məsələn, qarpızın içini necə arşınla ölçərlər. Məsələn, tutaq zoologiya. Təhlükənin qulağı onun bədəninin harasındadır? Ay şu. Anası dedim siz olmuş adamsınız. Bizim işlerimize var ki çerken bulan onun arasındadır. Sen ondan sonra bize bir çare ver ki çerken bu tamamen dağılır. Bizi acılamasın. Yoksa kadın çerkenin gözüne de, başına da, önüne de.